Salam uşaqlar, xoş gördük. Nə vaxtı mən istəyirdim dərslər atım, üzrə hesab edin. Çoxdan da dərs atmadım sizlərə. Və mütəmadi olaraq gündən sonra dərslərin izahat verib, çalışdıqca müəyyən dərslərin izahatını atacağım. Demək, bugünkü dərsimizdə uşaqlar çırpaq toxumlar haqqında ümumi məlumat, yəni xırdalıqlarına qədər qeyd etməyə çalışacağım bacardıqca. Və inşallah bu dərsim hər biriniz üçün düşərli, xeyirli, yadda qalan, necə deyirlər və dərk olunacaq səviyyədə olar. Demək, keçirik dərsimizə. Çılpaq toxumlular. Demək, uşaqlar, ümumiyyətlə biz ən birinci çılpaq toxumlar biz bilirik ki, gəlin əvvəldən başlayaq. Biz bitkiləri İbtidailər və alilər olmaqla iki qrupa böldük və qeyd elədik ki, ibtidai bitkilərə biz yosunlara aiddir, adi bitkilərə isə adi bitkilər üzrə də iki qrupa böldük. Yəni bunu bir qısa olaraq bir yazaq. Bitkiləri də qısa şəkildə qeyd edəcəm. İki qrupa böldük. İbtidailər və adi bitkilər. İbtidai bitkilərin özlərində biz dedik ki, yosunlara aiddir. Adi bitkiləri iki qrupa böldük. Ali sporlu, adi toxumlu olmaqla və adi sporlu bitkiləri biz qeyd elədik ki, hansı ki dedik ki, mamırlar, qıclar, qatır quyruqlar, daha sonra qeyd elədik ki, planlar, adi toxumlu bitkiləri isə biz dedik ki, çılpaq toxumlular və örtülü toxumlar uşaqlar. Hal-hazırki müasir dərsliklərdə uşaqlar artıq yosun, mamırları ibtidai bitki hesab edirlər və mən bunu bizim ali hal-hazırda bilirsiniz ki, ali məktəb dərslikləri, yəni imtahan verən uşaqlarımız köhnə vəsaitlərlə istifadə olunur. Ona görə hər hal onun üzərində qeyd edirəm. Ancaq yeni 7-ci sinif dərsliklərində artıq mamırları ibtidai bitki olaraq qeyd edirlər və hər hansı bir toxuma və orqana malik deyil kimi qeyd olunur. Ancaq biz dediyim kimi hal-hazırki abituriyentlər üçün bunları bu şəkildə verməyimiz labüd hesab olunur. Və biz mamırları, qıclar, qatır quyruqlar, planlar, ali sporlu bitki ona görə hesab edirik ki, bilirsiniz ki, bunlar sporlar vasitəsilə çoxalırlar. Adi toxumlu bitkilər ona görə qeyd edirik ki, toxumlarla çoxalırlar və bunlar çılpaq toxumlar və örtülü toxumlar. Uşaqlar, bunlar qeyd etməkdə məqsədim çılpaq toxumların məhz adi toxumlu bitki olduğunu sizə qeyd eləməkdir uşaqlar. Və bu çılpaq toxumlar gördüyünüz kimi adi toxumlu bitkilər kimi səciyyələndir. Və gəlin indi bu çılpaq toxumlarda ilk dəfə ümumiyyətlə nələrin yarandığını, ümumiyyətlə ümumi ən birinci bunlar haqqında məlumat alaq, daha sonra xırdalıqlarına da keçərik inşallah. Demək, ən birinci qeyd edək ki, biz dedik ki, birinci qeyd elədik ki, biz ali toxumlu bitkidir. Bəli, ali toxumlu olduğunu biz qeyd elədik. Ali toxumlu bitkilərdir. Daha sonra biz bilirik ki, bunların 750-yə yaxın növ müxtəlifliyi var. Növə malikdir. Daha sonra onu qeyd edək ki, bu bitkilər artıq küləklə tozlanırlar. Küləklə tozlanmalı. Daha sonra bu bitkilər birevli bitkilərdir. Birevli bitkilər biz bilirik də uşaqlar. Təbii ki, şamın üzərində biz düzdür, ayrı-ayrı qozalarda biz erkək və dişi qozaları görürük. Ancaq yenə də bu bir bitkinin üzərində olduğu üçün biz bunlara birevli bitkilər deyirik. Və biz bilirik ki, bunlar da artıq mil kök sisteminə malikdir. Mil kök sistemi əmələ gəldi. Daha sonra uşaqlar, bunlarda artıq bir çox orqanlarda formalaşıb. İndi biz onları da qeyd edəcəyik. Və bunlarda hansı orqanlar formalaşdı? Artıq ilk dəfə biz bunlarda tozcuq sözünü qeyd edəcəyik. Daha sonra biz bunlarda ilk dəfə tozcuq borusunun yarandığını qeyd edəcəyik. Tozcuq borusu. Sonra uşaqlar, biz bunlarda artıq sperm bilirik ki, bunlarda qansız erkək gameti olduğuna görə sperm adlanır. Sperm qeyd edəcəyik. Daha sonra biz bunlarda yumurtacıq qeyd edəcəyik ilk dəfə olaraq. Biz yumurtalıq deyil,
yalnız yumurtacığı qeyd edirik. Və məhz bunlar da çılpaq toxumlu adlandırılmasının səbəbi yumurtalığa deyil, yalnız yumurtacığa malik olmalarıdır ki, yumurtalıq üzərini örtməyib. Ona görə də toxum açıqda qaldığına görə biz bunlar çılpaq toxumlar qeyd edirik. Və dedik ki, bunlar küləklə tozlanan bitkilərdir. Artıq bunlarda uşaqlar mayalama biz yadımızdadırsa, biz mamırlar, qıcılar, qatırqırlar, planlarda, eyni zamanda yosunlarda mayalamanın bilavasitə su vasitəsilə baş verdiyini bilirdik. Artıq çılpaq toxumlarda və örtülü toxumlarda isə artıq mayalanma dedik ki, sudan asılı deyil. Və daha sonra bunlarda yarandı ilk dəfə toxum. Biz qeyd edirik ki, ali toxumlu bitkilərdir və ona görə də toxum yarandı. Daha sonra toxum var deyən mütləq bilirsiniz ki, toxumdan əsas kök çıxır uşaqlar. Ona görə də bunlarda əsas kök formalaşdı. Və daha sonra isə bunlarda artıq toxumdan mil kök sistemi çox yaxşı inkişaf edir və əsas kök yaxşı inkişaf edir və bunlarda mil kök sisteminə malik olur. Mil kök sistemi formalaşır. Və eyni zamanda bunlarda biz bilirik ki, qoza, ilk dəfə qoza da əmələ gəlir. Generativ orqan hesab olunur qoza. Və daha sonra uşaqlar, biz bundan sonra bu məlumatlara malik olduqdan sonra biz keçək digər məlumatlara. Hansı məlumatlara? Biz bilirik ki, biz burada oxuyacağıq uşaqlar əsasən nəyi? Ümumiyyətlə, çılpaq toxumlarını biz burada vəsaitimizdə də görürük ki, həm iki qrupa bölürlər. Bir deyirik ki, biz şamlar və sərvlər fəsləsi. Və şamlar və sərvlər fəsləsinin də özlərinin növlərini biz qeyd edəcəyik. Hansı ki, ilk növbədə biz qeyd edəyək uşaqlar. Bizim ən çox bizim qarşımıza çıxan adi şamla bilirsiniz ki, küknarın fərqləri qeyd olunur. Ən birinci şamlar fəsləsini qeyd edirik. Şamlarda biz dedik ki, adi şamdır, küknardır, hansı ki biz deyik, eldar şamıdır, sekvoyadır, mamont ağacıdır, bir çox qara şamdır və s. bir çox növ müxtəliflə malikdir. Və sərvlər də sərv, tuya, ardıc və s. növ müxtəlifliyinə malikdir. Və bizim kitabımızda biz əsasən adi şamla biz küknarın fərqlərini, oxşar və fərqli cəhətlərini qeyd edək uşaqlar. Ən birinci, gəlin biz bunları qeyd edək. Uşaqlar, ən birinci biz qeyd edək ki, demək, yazaq bura adi şam və küknar uşaqlar. Bizim ən çox, bilirsiniz ki, testlərimizdə də qarşımıza çıxan suallar. Bunlar Venn diaqramı şəklində fərqli və oxşar xüsusiyyətlərdir uşaqlar. Ən birinci qeyd edək ki, bunlarda torpağa tələbkarlığına görə uşaqlar. Fikir verirsinizsə uşaqlar, yəqin ki, görürsünüz məktəblərin həyətlərində, daha sonra xəstəxanaların həyətlərində, yol kənarlarında ən çox adi şam bitkisinə rast gəlirik. Küknar bitkisinə deyil. Çünki nəyə uşaqlar? Çünki adi şam torpağın münbitliyinə tələbkar deyil. Ona görə birinci torpaqdan danışırıqsa uşaqlar, qeyd edək onda ki, adi şam torpağın münbitliyinə az tələbkardır, ancaq küknar isə çox tələbkardır. Yəni torpağın münbitliyini münbit torpaqlarda bitən, münbit torpaqları sevən bitkilərdir. Daha sonra ikinci qeyd ediriksə biz əgər işığa münasibətinə görə uşaqlar, işığa münasibətinə görə adi şam uşaqlar işıq sevər bitkidir. Bunu yadımıza saxlayaq. İşıq sevən, işığa yazaq bura, işıq sevən, bu isə kölgəyə davamlı. Belə bir şey deyirlər uşaqlar, həmişə deyirlər ki, adi şam kölgəsində küknar bitir, ancaq küknar kölgəsində şam bitmir. Necə? Əgər biz sıx küknar meşəsində adi şam toxumlarını aparıb töksək, orada adi şamın toxumları bitməyəcək uşaqlar. Ancaq adi şamın meşəsinə küknar toxumları səpsək, biz orada küknar toxumlarının cücərib inkişaf elədiyini görərik. Demək, küknar kölgəyə davamlıdır və ona görə də toxumlar kölgəyə davam gətirərək cücərə bilir və yeni bitki formalaşdıra bilir uşaqlar. Bunu da qeyd eləmiş olduq. Daha sonra məsələn, suya olan tələbatına görə uşaqlar, bayaq qeyd elədim axı mən. Məsələn, adi şam biz niyə, məsələn, parklarda, yol kənarlarında və s. axı niyə əkirik? Çünki o suya az tələbkardır uşaqlar, az tələbkar. Küknar isə su sevən bitkidir, yəni rütubət sevəndir, su sevən qeyd edək, sevən bitkidir. Daha sonra 4.
Bunlara qeyd edək. Daha sonra məsələn köklərin dərinə getməsi. Köklərin dərinə getməsi. Uşaqlar, köklərin dərinə getməsinə görə də qeyd edirəm ki, bu bitkilər adi şam bitkisi, kökü çox dərinə gedir uşaqlar. Kökləri dərinə gedir. Yəni belə qeyd edək. Dərinə gedir. Ancaq bu isə küknarda isə uşaqlar, köklər dərinə deyil, belə deyək də saçaqlanır, səthə yaxın yerləşir. Çünki bilirsiniz ki, torpağın münbitliyi adətən səth isə də daha çoxdur, getdikcə isə münbitliyi azalır. Və ona görə də torpağın münbitliyinə bir elə tələbkar deyil uşaqlar. Və daha doğrusu küknar tələbkardır. Çünki torpağın dayaz yerlərində səthə yaxındır. Ancaq şam dediyim kimi onlar çox dərinə gedir. Ona ehtiyac yoxdur. Torpağın çox elə münbitliyinə ehtiyac yoxdur. Məhz ona görə də biz adətən belə deyək, bu hansı ki bu dekorativ bitki kimi ən çox adi şamdan istifadə edirik uşaqlar. Daha sonra biz də yarpaqların ömrünü qeyd edirsək uşaqlar. Yarpaqların ömrü, yazıram yarpaqların ömrü. Yarpaqların ömrünü qeyd edirsək uşaqlar, ən çox daha sonra biz bilirik ki, artıq 2-3 il yaşayan adi şam yarpaqlarıdır. Ancaq 5-7 il yaşayan isə küknar bitkisinin yarpaqlarıdır uşaqlar. Və bundan başqa burada müəyyən qədər mən demədiklərim nəsə qaldısa, üzrlü hesab edirəm, mən qısa olaraq bunları qeyd eləmiş oldum. Daha sonra biz burada uşaqlar qeyd edək başqa nəyi? Məsələn, gəlin ki, adi şamın ümumiyyətlə özünün çoxalmasına uşaqlar. Gəlin görək, adi şamın çoxalmasında nəyə fikir verək? Ən çox da uşaqlarımızın qaranlıq nöqtəsi buralardır uşaqlar. Adi şamın çoxalması. Çox maraqlıdır əslində qalsa, amma uşaqlarımız bəzən orada çətinlik çəkirlər. Gəlin ilk növbədə onu qeyd edək uşaqlar. Demək, adi şam, ən birinci qeyd edək, yazaq. Adi şam, uşaqlar. Adi şam bayaq qeyd edilədik ki, bir evli bitkidir uşaqlar. Yəni, bitkinin üzərində həm biz erkək, həm də biz dişi qozaları görə bilərik uşaqlar. Yəni, biz iki növ qeyd edeyim ki, biz adi şamın üzərində iki növ qoza uşaqlar. Rənginə görə demirəm, ha. İki növ şam qozası müşahidə edə bilərik. Nəyinə görə? Cinsiyyətinə görə. İki növ qoza var. Baxın, qeyd edirəm, cinsiyyətinə görə. Onlardan bir erkək qozalardır uşaqlar. Qeyd edirəm. Buraya yazıram erkək qozalar. Bir də var dişi qozalar. Dişi qozalar uşaqlar. Demək, ilk növbədə qeyd edək erkək qozalar. Uşaqlar, erkək qozalar ümumiyyətlə çox olurlar uşaqlar. Topa şəklində yerləşirlər budaqlarda. İndi biz daha sonra qozalarda hansı ki rənglərinə görə xarakterizə edəndə orada daha yaxşı xıdaxlarına da qayıdacağım. Demək, qozalarda erkək qozalar və dişi qozalar hər ikisi pulcuqları olur uşaqlar. Yəni bir neçə üzəri pulcuqlarla örtülmüşdür və hər bir pulcuqda uşaqlar, hər bir pulcuqda 2 ədəd, həmişə burada bir şey deyirəm uşaqlar, 2 sözünü yadınızda saxlayın, ən çox 2 istifadə olunur burada. Bir pulcuqda 2 ədəd tozcuq kisəsi yerləşir uşaqlar. Baxın, diqqətli olun. Bir pulcuqda 2 ədəd tozcuq kisəsi. Tozcuq kisəsi. Hər bir tozcuq kisəsində uşaqlar, bir tozcuq kisəsində isə çoxlu sayda, baxın, burada deyirik. Elə bilin ki, bu bir kisə təsəvvür edirsə, bunun içərisində çoxlu sayda tozcuqlar olur uşaqlar. Və hər bir tozcuğun özü də uşaqlar, bax, tutaq ki, bu bir tozcuqdur. Hər bir tozcuğun özündə uşaqlar 2 hava qavacağı olur. Baxın, belə bir formada. Hər bir tozcuqda 2 hava qovuqcuğu görmüş olaraq. Hava uşaqlar. Hava qovuqcuğu görmüş olar uşaqlar.
Daha sonra gəldik dişi qozalarda uşaqlar. Dişi qozalarda nəyi müşahidə edirik? Dişi qozalarda da hər bir pulcuqda, uşaqlar, hər bir pulcuqda 2 ədəd yumurtacıq. Baxın, 2 ədəd yumurtacıq. Baxın, yumurtalıq yazmadım uşaqlar. Diqqətlə fikir verin. Yumurtacıq. Yəni bunu sonra da uşaqlar baxın, yumurtacıq. Və hər bir yumurtacıqda uşaqlar, hər bir yumurtacıqdan bir toxum əmələ gəlir. Bir toxum. Hər bir yumurtacıqdan bir toxum. Və ona görə də uşaqlar, hər bir pulcuqdan 2 ədəd yumurtacıq olduğuna görə bir pulcuqda 2 toxum yaranmaq qabiliyyəti var uşaqlar. 2 toxum yaranır. Və hər bir toxumu da şam ağacının toxumları uşaqlar. Fikir verirsiniz, bax belə. Mən şagirdlərimə adətən bu şam qozalarını gətirdi və onların qanadçıqlarını göstərirəm və belə yuxarı adətən uşaqlar özləri açır, çox qəşəng gətirirlər, çox həvəslər. Və onun toxumlarını yuxarı belə atdıqda o qanadçıqlar vasitəsilə uçur və çox maraqlı bir görüntü salınır. Ümidvaram siz də bunu eləmiş olarsınız. Və bu toxumlar bu qanadçıqların vasitəsilə, külək vasitəsilə yayılmanı təmin edir uşaqlar. Və qeyd də bir şey deyək ki, Sibir şamının toxumlarında qanadçıqlar olmur. İstəyirsiniz yazın bir daha da. Sibir şamında uşaqlar, Sibir şamının toxumlarında qanadçıqlar olmur. Sibir şamının toxumlarında qanadçıq olmur. Bax, bunu da sizin üçün qeyd eləmiş olduq uşaqlar. İndi keçək ən belə deyək də şagirdlərimizin biraz da qarışdırdığı müəyyən bir nüans var. Onu da qeyd edək uşaqlar. Nədir uşaqlar bu? Bizim hansı ki biz dedik ki, eyni zamanda şamın üzərində düzdür 2 cins, amma 4 rəngdə, rənginə görə 4 növ qoza müşahidə eləmiş olaraq uşaqlar. Ən birinci gəlin erkək qozanı qeyd edək. Ümumiyyətlə biz dedik qoza 4 növ olur uşaqlar. Bunlardan ən birinci onu qeyd edeyim. 4 növdür. Bunlardan 3'ü dişi qozadır. Biri isə bir növü isə erkək qozadır uşaqlar. Bunu yadımızda saxlayaq. Rənginə görə gəldik dedik 4 növ qoza müşahidə olunur uşaqlar. Birinci gəlin qeyd edək hansına? Birinci gəlin başlayaq. Sarımtıl yaşıl olan erkək qozalardan. Erkək qoza. Uşaqlar, bu qozalar, erkək qozalar deyək ki, bayaq da qeyd elədim ki, uşaqlar adətən zoğun dib hissəsində yerləşir və çoxlu sayda olurlar uşaqlar. Məsələn, bizdə suallarda da, toxluda da, bir çox suallarda da qarşımıza çıxmış olar ki, sayları ən çox hansı rəngdə müşahidə eləmiş olaraq biz onu qeyd edirik ki, sarımtıl yaşıl rəngli erkək qozaları daha çox təsadüf eləmiş olaraq uşaqlar. Və bu qozalarda uşaqlar meyoz prosesi qeyd olunur, gedir. Yadımızda saxlayaq, meyoz prosesi gedir. Və bu proses, bu zaman, yəni bu hansı ki meyoz prosesi gedir, bunu biz bir sarımtıl yaşlı rəngli qozada qeyd edəcəyik uşaqlar. Yadımızda saxlayaq. Bir də qırmızımtıl dişi qozalarda biz meyoz prosesi gedir sözünü qeyd eləmiş olaraq. Dedik ki, ən çox sayda olan qozalardır. Erkək qozalarda sarımtıl yaşlı rəngli qozalar, meyoz prosesi gedir. Və bir də bunları qeyd edək uşaqlar. Bunlar məsələn hansı ki dişi qozalarda məsələn açılır, daha sonra isə qapanma prosesi müşahidə olunur. Ancaq erkək qozalar isə açıldıqdan sonra qapanmağa ehtiyac olmur uşaqlar. Bunu da qeyd eləmiş olduq. Daha sonra gəldik biz nəyə? Bir erkək qozanı qeyd elədik. İndi gəlin 3 dənə dişi qoza dedik. Gəlin onları qeyd edək uşaqlar. Baxın uşaqlar, gəlin birinci qırmızımtıl qozalardan. Bax, buraya yazılmış dişi qozalar. Birinci gəldik qırmızımtıl qozalar uşaqlar. Demək uşaqlar, qırmızımtıl qozalar dedik ki dişi qozalardır. Və bunlarda meyoz prosesi gedir. Uşaqlar bayaq dedim ki, həm
Meioz prosesi gelir. Dedik ki bu proses hansı ki bir yaşlıntı sarı qozalarda baş verir, bir də qırmızı qozalarda baş verir. Daha sonra uşaqlar bunlarda tozlanma prosesi baş verir. Daha sonra uşaqlar bunlarda daha sonra biz meioz prosesini dedik, tozlanma prosesinin getdiyini qeyd elədik. Və bir də ki uşaqlar, biz erkək qozalardan fərqli odur ki uşaqlar, erkək qozalar zoğların diblərində qrup halında rast gəlinir. Ancaq dişi qozalara isə uşaqlar tək-tək rast gəlinir. Yəni qırmızıntı dişi qozalara az təsadüf olunur erkək qozalara nisbətən. Daha sonra dişi qozalardan sonra, qırmızı qozalardan sonra bir də var yaşıl qozalar uşaqlar. Yaşıl qozalar, gəlin onu qeyd edək. Dişi qozalardan ikincisi olan yaşıl qozalar. Hansı ki yaşıl rəngli qozalar. Yaşıl qozalar. Gəlin görək bunlarda hansı proses baş verir uşaqlar. Yaşıl qozalar da dedik ki dişi qozalardır. Bunu qeyd edeyim yenə. Dişi qozalardır. Bu qozalarda hansı ki ən əsas bir qeyd edək ki mayalanma prosesi baş verir. Baş verir. Və bu prosesdə mayalama prosesi baş verir və toxumun yetişmə prosesi burada olur uşaqlar. Toxumun yetişmə prosesi. Baxın, tam yetişmə demədim ha. Yetişmə prosesi davam edir dedim. Uşaqlar biraz tez-tez yazıram. Üzrlə hesab edin. Demək, toxumların yetişmə prosesi baş verir. Və burada yetişmə prosesi gedir. Və bir də sonuncu rəng qozalarımız olan uşaqlar bizim dişi qozalarımız bilirsiniz ki qonur qozalardır. Yəni ki yolların kənarında rastımıza çıxıb yerə düşdükdə görmüş olarsınız, hər birimiz bunu görürük. Və dedik ki hansı ki qonur qozalar qonur qozalarda dişi qozalardır uşaqlar. Yenə qeyd edirəm. Dişi qozalardır. Və toxumun, burada hansı proses baş verir uşaqlar? Toxumun yetişməsi. Toxumun yetişməsi prosesi baş verir uşaqlar. Və burada artıq yetişdikdən sonra artıq bu qozalar uşaqlar qonur rəngli qozalar açılır və içərisindəki toxumlar qanadçıqlar vasitəsilə, külək vasitəsilə yayılırlar uşaqlar. Toxumun, yəqin ki, toxumun rənglərinə görə artıq müəyyən sizdə məlumat formalaşdı və ən sonda istəyərdim ki, çıpaq toxumlarda, ümumiyyətlə bitkilərdə necə mayalama prosesinin getdiyi haqqında qısa bir təsəvvür formalaşdırır uşaqlar. Ən birinci biz dedik ki, qeyd elədik ki, uşaqlar, erkək qozalarda biz dedik tozcuqlar yaranır, hansı ki tozluqun içərisində tozcuqlar yaranır və külək vasitəsilə gəlir dişi bitkinin üzərinə düşür uşaqlar. Dişi bitkinin üzərinə, hansı ki dişi bitkidə nəyin uşaqlar? Biz dedik ki, ilkin olaraq qırmızı rəngli qozaların üzərinə düşür və burada mayalanma prosesi baş verir uşaqlar. Qırmızı qozalarda, baxın diqqətli olun. Və mayalama prosesi getdikdən sonra uşaqlar, bunların hansı ki bu dedik eyni zamanda da qeyd edirəm, tozcuqların hər birində biz qeyd edik bayaq, tozcuqların hər birində 2 ədəd hava qovuqcuğu var və bu hava qovuqcuğunun sayəsində uşaqlar tozcuqlar külək vasitəsilə yayılır və külək vasitəsilə yayılır, gəlir düşür dişi qozaların üzərinə, hansı ki qırmızı qozaların və orada mayalama prosesi baş verir uşaqlar. Mayalama prosesi baş verdikdən sonra uşaqlar hansı ki onlarda daha sonra yaşıl qozalara çevrilir. Yaşıl qozalarda dedik ki artıq toxumların yetişmə prosesi gedir. Uşaqlar, ümumiyyətlə qozalar, yaşıl rəngli qozalar yəqin ki qarşınıza çıxmış olar və bu qozaların uşaqlar pulcuqları gətirən maddəsi ilə o dərəcədə möhkəm örtülür ki, bunu aralamaq çox qeyri-mümkün olur uşaqlar bu qozaları.
və bu qozaların içərisində toxumların yetişmə prosesi gedir. Və yetişmə prosesi getdikdən sonra uşaqlar, burada hansı ki artıq bilirsiniz ki, toxumların yetişməsi bunlarda il yarım, 1 il yarım davam edir uşaqlar. 1 il yarıma toxumlar yetişir, qonur rəngli qozalar artıq yetişmiş qozalardır. Burada toxumlar artıq yetişir və onlar aralanır və toxumlar külək vasitəsilə yayılırlar. Qeyd edək ki, şamlarda, uşaqlar, çılpaq toxumlarda 2 qat mayalanma yoxdur. Biz bilirik ki, bunlarda artıq biz 2 qat mayalanma yoxdur da, bunlarda biz toxumun ən birinci qeyd edək ki, toxumda əlbəttə ki, həm toxum qabı, bilirik ki, qabı, rüşeym və endosperm var. Ancaq bunlarda endosperm haploid xromosom dəstinə malik olur. Biz yadımızda 2 qat mayalanmada biz bunu triploid qeyd eləmişdik uşaqlar. Və rüşeym yenə də tozcuq və yumurta hüceyrənin mayalanmasından yaranır və bunlarda biz bilirik ki, 2 sperm olsa da ancaq spermlərdən biri yalnız hansı ki rüşeymin formalaşmasında iştirak edir. Yəni yumurta hüceyrəni mayalandırır və ona görə rüşeym 2-nin xromosom dəstinə malik olur. Və uşaqlar, bunlarda rüşeymdə biz burada bir şey, yenə də digər toxum kimi kökçük gövdədir. Ancaq biz bunlarda 6 ləpə yarpağının olduğunu qeyd eləmiş olaq uşaqlar. Çünki bunlarda biz bilirik ki, məsələn, ləpə yarpaqlarının bəzən bitkiləri verir, ləpə yarpaqlarının saylarının artması ilə soruşur uşaqlar. Hansı ki, ləpə yarpaqları olur bəzi bitkilərdə 1 ləpəllər, 2 ləpəllər bilirik və eyni zamanda ən çox da 6 ləpə yarpağı biz çılpaq toxumlarda qeyd eləmiş olacaq uşaqlar. Daha sonra burada artıq Mayla gəlib elə bir burada demədiyim və bir də ən sonda qeyd eləmək istəyirəm ki, çılpaq toxumların əhəmiyyəti uşaqlar. Biz bilirik ki, çılpaq toxumların bir çox əhəmiyyəti var uşaqlar. Həm ən əsas uşaqlar bilirsiniz ki, ən çox hansı ki bizim parkların, meşələrin, ən çox məktəblərin, bağların ən çox belə deyək də yaşıllaşdırılmasında istifadə olunur. Bilirsiniz ki, havanın azonla zənginləşdirir, eyni zamanda həm də ki, torpağın eroziyasının qarşısını alır uşaqlar və oduncağı çox möhkəm gövdəyə malikdir və ona görə də bundan tikinti istehsalatında da istifadə olunur. Və eyni zamanda uşaqlar bir çox bilirsiniz ki, sənayedə bir çox məqsədlər üçün istifadə olunur. Müəyyən məqsədlər hansı ki, kanifoz, qibidar və s. və ilaxır bunların alınmasında da istifadə olunur. Və ümumiyyətlə çılpaq toxumların əhəmiyyəti, yəni saymaqla bitməz uşaqlar. Həm dedik ki, fitosidlər xaric etmək qabiliyyətinə malikdir. Havadakı, o da bakteriosid qabiliyyətinə malikdir. Havadakı bakteriyaları məhv edir və ona görə də təsadüfi deyilir ki, uşaqlar azər xəstəliklərinə malik olan insanlar da məsləhət görürlər ki, məsələn, gedib həmin şam meşələrində gəzməyə uşaqlar. Və məhz xəstəxanaların həyətində də, məhz şam ağaclarının əkilməsində də əsas məqsədlərdən biri budur uşaqlar. Və bu qədər mənə gəlir ki, uşaqlar, bu yetərlidir. Dediyim kimi tez-tez yazdım, tez-tez müəyyən izahatlar verməyə çalışdım. Əgər qrammatik səhvlər elədimsə, uşaqlar üzrlü hesab edərsiniz. Sağ olun uşaqlar.